İl boyu İslam münasibətləri bu 12 ayda, qəmər ayında muncuq dənələri kimi düzülüb. Ramazan, mübarək Ramazan ayı, Şəvval ayı, Zilqədə ayı, Zilhəccə ayı, Məhərrəm ayı, aylar 12 ay, necə ki Allah Teala Quran-ı Kərimdə buyurur, İnnə iddətə şuhur indəllah isna əşərə şəhrən fi kitabillah yevmə xələqəs səmavati vəl-ərd minhə ərbəətun hurum. Allahın təkvini kitabında ayların sayı 12'dir. Onlardan 4'ü haram aydır. Həzrəti İbrahim Peyğəmbər əleyhissalamdan yadigar qalıb. 4 haram ay. Bu 12 aydan. Hansılardır? Yeri var, vurğulayaq. Zilqədədir, Zilhəccədir və Məhərrəm. Bir də Rəcəb ayı. Bu aylarda vuruşmaq, qan tökmək, zülm etmək qadağan edilmişdi, yasaq idi. Həzrəti İbrahim Peyğəmbərin sünnəti olaraq. Cahiliyyət dövründə də ərəblər buna riayət edirdi. Baxmayaraq ki, bəziləri yerlərin dəyişməklə özlərin qane edirdilər, amma Allah Teala bunu küfrə bənzədir, deyir olmaz. 4 aydır, haram aydır və bu 12 ayın içindədir. Bu 12 ayda da bizim dini münasibətlərimiz var. Məsələn, mübarək Ramazan ayı əvvəllər ilin başlanğıcı idi. Sonradandan Məhərrəm ayı ilin ilk ayı qərar verildi. Hicri qəməri təqvimində. Yəni, bu Məhərrəm ayı ki gələcək, İslam tarixi ilə Hicri qəməri təqviminin yeni ili başlayacaq. Və buradan da təbriklərimi ərz edirəm. Necə ki, miladi yeni ili üçün təbriklər deyirik, İslam dinində yeni il üçün də təbriklərimizi deyək. Mübarək Ramazan ayının münasibətləri, Qədir gecələri, Zilqədə ayının münasibətləri, Zilhəccə ayının münasibətləri, həcc ziyarət günləri idi. Hacılar Allahın beytini ziyarət etdilər, qayıtdılar öz vətənlərinə. Qurban bayramı keçirtdik, Qədirxan bayramını keçirtdik. Və bu muncuq dənələri kimi düzülüb, ardıcıl gedir, hər ildə təkrar olur. Və bu hadisələr gəlir, acı bir tarixə çatır İslam dünyasında, aləmində. Kədərli, qəm-qüssə dolu bir tarixə çatır. Məhərrəmül Haram ayı ki, haram aylardandır, orada qanların tökülməsi qadağan edilmişdi, Həzrəti Peyğəmbərin əhl-i beytinə cəsarət edilir. Ümmətin arasında xilafətə görə, imamətə görə, rəhbərliyə görə ixtilaf və dava düşmüşdü. Bu ixtilaf, dava, dalaş dartılır, gəlir, çatır Bəni Ümeyyə sülaləsinə. Onlar İslam ümmətinin xəlifəsi olur. Hansılar ki, babaları cahiliyyət dövründə müşriklərin başçıları idi, bütpərəstlərin rəhbərləri idi və Həzrəti Peyğəmbərin düşmənləri idi. Hadisələr elə cəryan edir ki,
Bir səfəri İslam xilafəti düşür yenə bunların əlinə. Baxmayaraq ki, haqları deyildi. Haqları olmaya İslam ümmətinə xəlifə olurlar, rəhbər olurlar. Həzrəti Peyğəmbərin əhl-i beyti də ümmətin arasında vardı, olub. Və Həzrəti Peyğəmbər də öz əhl-i beytini dəfələrlə ciddi sifariş etmişdi. Biz indiki müsəlmanlara yox ha. O çox təriflədikləri, əziz bildikləri səhabələrə tapşırmışdı. Bəziləri ki, o qədər tərifləyirlər onları. Həzrəti Peyğəmbər onlara birinci deyirdi. Deyirdi ki, mənim əhl-i beytim sizin aranızda Nuhun gəmisi misalındadır. Birinci müxatəb kimdir? Birinci müraciət olunan kimdir? Biz yox. Həzrəti Peyğəmbərin dövründə onun yanında olan müsəlmanlar onlara deyirdi, siz birinci bu gəminin sərnişini olmalısınız. Əgər olmasınız, necə ki, Nuhun gəmisindən hər kəs təxəllüf etdi, yayındı, o gəmiyə savar olmadı, həlak oldu. Sizdən də, müsəlmanlardan hər kəs əhl-i beytimin yanında olmasa, onları ya ötüb qabağa keçsə, ya onlardan geriyə qalsa, o da həlak olacaq. Hər kəs bu gəmidə olsa nicat tapacaq. Necə ki, Nuhun gəmisində olanlar nicat tapdı. İnanmıram artıq bundan böyük höccət ola kimə isə. Həzrət Peyğəmbəri eşidənlər gərək birinci bunlar bu gəmiyə savar olardılar, bu gəminin sərnişini olardılar. Bu acı hadisələr də yaşanmazdı. İslam tarixində bu acı hadisələr də yaşanmazdı. Gəlib Məhərrəm ayında, o ayda ki, qanın tökülməsi hətta cahiliyyət dövründə müşriklərə qadağan edilmişdi. Müsəlmanlar Həzrəti Peyğəmbərin əhl-i beytinə cəsarət edirlər və o Həzrətin əhl-i beytinin hörmətini sındırırlar. Həzrəti Peyğəmbərin əziz nəvəsini, ciyərparəsini, gözlərinin işığını şəhadətə yetirirlər. Və təbii olaraq möminlərin hissləri burada cuşa gəlir, laqeyd yanaşa bilmirlər. Müsəlmanlar necə ki, İslam dinində bayram münasibətləri var, təbii olaraq qəlbləri bir matəm münasibətinə də cəlb olunur. Qəlblərin dərinliyin içindən coşan bir matəm mərasimi vücuda gəlir və hər il bu matəm mərasimini Həzrəti Peyğəmbərə və Həzrəti Peyğəmbərin əhl-i beytinə qədir qiymət qoyan möminlər və hörmət edən müsəlmanlar bu Məhərrəmlik ayında matəm mərasimləri keçirdirlər. Az qalıb, neçə gün qalıb və bu mərasimlər yenə də bərpa ediləcək. Bu mərasimlərin öz hikməti var. İmam Hüseyn əleyhissalam Həzrəti Peyğəmbərin buyurduğu kimi Misbahul Huda və Safinatun Nəca, hidayət çırağıdır, bir də nicat gəmisidir. Nicat gəmisidir, Nuh əleyhissalamın gəmisi misalında, bir də hidayət çırağıdır. Necə ki, Allah Teala Nur surəsinin 35-ci ayəsində buyurur, Allahu nurus samavati vel ard. Allah asimanların və yerin nurudur. Məsəlu nurihi kəmişqat. Onun nurunun məsəli necədir? Özü açıqlayır. Mişqat, bir taxça, fiha misbah.
Orada çıraq var. O çıraq vəsfin deyir Allah Teala. Sonra gəlir deyir fi buyutin. O taxtçada olan misbah, çıraq, hidayət çırağı o evlərdədir ki, Allah Teala istəyib və izin verib ki, o evlərdən Allahın adı ucalsın və Allaha təsbih deyilsin gecə və gündüz. Ricalun, ilahi şəxsiyyətlər. Bu ilahi şəxsiyyət biri Seyyid-i Şühada İmam Hüseyn əleyhissalamdır ki, Hz. Peyğəmbərin dilindən neçə dəfələrlə deyilib və bizə gəlib çatıb ki, İnnəl Hüseynə misbahul huda və səfinətun necə. Hüseyn nəvəm hidayət çırağıdır. Necə ki, Nur surəsində Allah Teala bu hidayət çıraqlarını tanıtdırır. O evlərdir və o kişilərdir, ilahi şəxsiyyətlərdir. O Həzrəti Peyğəmbərdir, bir də Əhl-i Beytidir. Və nicat gəmisidir. Biz məhərrəmlik mərasimləri keçirdirik. Bunda nə var? Bidətdir, bəzilərinin dediyi kimi, bəziləri ümumiyyətlə laqeyddirlər Həzrəti Peyğəmbərin Əhl-i Beytinə və bu vasitə ilə də Həzrəti Peyğəmbərə laqeyd olmuş olurlar. Amma əsl mömin nə Peyğəmbərə laqeyddir, nə də Peyğəmbərin əzizlərinə qarşı laqeyddir. Hörmətdə qüsur eləmir möminlər. İndi bu mərasimlər ki, təşkil olunur, bu niyə bidət olsun? Bunlar hamısı namazın qolbudağıdır. Toplaşmışıq namaza, cümə namazıdır. Bu xütbələr onun qolbudağıdır. Bu ziyarətnamələr, salamlar onun qolbudağıdır. Bu möminlərin biri-birini ziyarət etməsi, məsciddə toplaşması, bu namazın ətrafında bunlar hamısı qolbudaqdır, genişlənir, qolbudaq açılır. Məsciddə bir məclis keçirilir, süfrə açılır, bunlar hamısı bu namazın qolbudağıdır. Hamısı namaza bağlıdır. Məhərrəmlik təziyyələri də, məclisləri də namaza bağlıdır və bağlı da olmalıdır. Necə İmam Hüseyn əleyhissalam Aşura günündə namazını tərk eləmiş. Və buyurur ki, bizim bu düşmənlərlə elə davamız bu namaza görədir. Bunlar hamısı, bu məclislər hamısı namazın qolbudağıdır, bənd olur, bağlanır namaza. Və biz burada nəyə elan edirik məhərrəmlik məclislərində? Əhl-i Beytə məvəddəti elan edirik. Həzrət Peyğəmbər Allah Teala buyurmayıb ki, deginən, qul la əsəlukum əleyhi əcrən, mən zəhmətimin müqabilində sizdən bir əcr müzd istəmirəm. İlləl məvəddətə fil qurba. İl boyu Həzrəti Peyğəmbərin Əhl-i Beytinə məvəddət göstəririk və bu məhərrəmlik hadisəsini də xüsusilə qeyd edirik və məvəddətimizi göstəririk. Ayəyə əməl edirik. Və ayəyə müsəlman, mömin nə vaxt əməl edəcək? Keçmişdəkilər əməl etmədilər. Özləri cavab verəcəklər. Amma biz onlar kimi olmaq istəmirik. Və araşdırırıq, təhlil edirik, deyirik, günahlar eləyiblər, səhvlər eləyiblər. Baxmayaraq ki, bəzilən xoşuna gəlmir, amma bunlar olub. Günah eləyiblər, səhv eləyiblər, xəta eləyiblər. Məvəddət eləməyiblər Əhl-i Beytə. Ayəyə əməl eləməyiblər, amma biz bu ayəyə əməl edirik. Məhərrəmlik məclisləri igidlik və mərdlik salnaməsidir, yoludur. Təkcə qəm-qüssə məclisləri deyil. Kədərlənib göz yaşları tökmək üçün qurulan məclislər deyil. Bundan da öndə igidlik, mərdlik və şəhadəti öyrənməkdir. Şəhidlərin fəslidir.
və Azərbaycan xalqı da şəhidpərvər bir xalqdır. Tarix boyu şəhidlər təqdim edib Allah yoluna, Allah dininə, vətənə, xalqına, xalqın xoşbəxtliyinə və bu yaxın tarixdə də yenə də şəhidlər oldu. Bizim əzizlərimizin övladları şəhid oldu və onlar hamısı İmam Hüseyn əleyhissalamın yanındadır. Biz bu məhərrəmlik təziyəsini keçirtməklə hamısını da yad edirik. Öz şəhidlərimizi də yad edirik. Onlara da xoş gəlir. Onları unutmaq olmaz. Onları həmişə yad etmək lazımdır və İmam Hüseyn əleyhissalamın adı, məhərrəmliyi, aşurası səbəb olur ki, şəhidlər hamısı dəstəcəmi bir yerdə yad olunsunlar və xatirələri əziz tutulsun.